Rəşad Rızayev yazır. Salam, salih insan kimə deyilir? Bir var əməli salih, bir var vücudu salih. Salih insan o insandır ki, vücudu tamamen yani bir yere yetişib ki, səlahiyyəti var, salih səlahiyyət. Səlahiyyəti var, Allah dərgahında qəbul olsun. Yəni, elə bir yere çatıb ki, tamamen əxlaqı, etiqadı, əməlləri Allah istəyən kimidir. Yəni, tamamen vücudunu verib Allah'a. Buna deyirlər salih insanlar. Ona görə salih olmaq bir pəllə əməli salihdən çox üstündür. Ona görə dualarda var, ayət oxuyur. وَلَحِقْنِ بِالصَّالِحِينَ Mən salihlərə qovuşdur. Düzdür. Ya məsələn, biz namazı deyirik, Əs-salamu aleyna və alə ibadillahi salihin. Namazımızda da salihlərə salam veririk. Yəni, salih vücud o vücuddur ki, bir yere yetişib ki, Allah dərgahında daha qəbul olub, qəbul olma mərhələsinə yetişib. Buna deyirlər salih bir vücud. Bəli. Gözəl. Hacı, o dediniz Quranda ayə və biz salihin duası. Ayədə həm də dua kimi tövsiyə edilir, qunutda oxunması. Mən onun şəxsən xeyrini görmüşəm. Yəni, hər qunutumda oxuduğum duadır. Yəni, ətrafda o qədər salih insanlar, yəni, belə deyək də, indi düzdür, çətindir salih dostlar tapmaq, amma maşallah olsun, şükür olsun Allah göstərib, düzdür, indi çoxdandır bəzilərlə əlaqəmiz olmasa da. Elə, mən deyərdim ki, alimlər mənim üçün, ilahiyyatçı alimlər, elə sizin özünüz, salih bəndələr, Allahın salih bəndələridir. Buna görə də Allaha şükür edirəm, həqiqətən də. Bir zamanlar adam bəzən olurdu da, lap əvvəlləri mən götürsəm, məsələn, bir gənc, yeniyetmə yaşlarında adam baxırdı, bir mömin dost olaydı, bir salih bir şəxs olaydı da, məsələn də, təmiz, pak insanlar olsun. Amma bir zaman keçir, görürsən ki, var. Kifayət qədərdir. Sadəcə mən özü şəxsən deyirəm ki, adam qədrini bilmir o dostların, o salihlərin, o möminlərin. Adam kaş ki, qədrini biləydi, onları vaxtında qiymətləndirə, vaxtında görüşə, onlarla həl-əhval eləyə. Özümə görə deyirəm ki, yəni özüm bunu etmirəm, edə bilmirəm, təəssüf olsun ki, Allah bütün dostları qorusun, Allah siz kimi alimləri qorusun.